Salam dostlar, xoş gördük. Safiye meydanında Müqəddəs Safiye kilsəsinin ilə Mikhailovsk kilsələrinin arasında bu Safiye meydanı ki, hələ 1100-cü illərdə, 1200-cü illərdə burada Veçe deyirdilər. Deməli, insanlar özlərinə knyazlar seçirdilər. Yəni, Ukrayna demokratiyasının 1000 illik tarixi var, biləsiniz. Və Ukraynanın konstitusiyası, Avropada birinci konstitusiyasını yazan Ukraynalıdır. Filip Orlik 1700 yadıma çıxıb 30-cu 40-cı illərdə yazıb. O həmən konstitusiyanı yeri gəlmişdən Fransa inqilabında özləri üçün əsas götürüblər. Nə demək istəyirəm? Küşnarımızı, baş küşnarı quraşdırırlar. Bu gün ayın 2 dekabr 2025-ci il Kiyev şəhərində. Bir də oradan da belə bir o şəxslər üçün də deyirlər Kiyev boşdur, var o yaşayanlar, nə bilim, harada yaşayırlar? Rusiyada yaşayırlar, Bakıda yaşayırlar. Deyirlər, adam yoxdur Kiyevdə. Baxın, tərpənmək mümkün deyil. Hələ günorta saat neçədir bir dəqiqə? Günorta saat 14:25. Təsəvvür edirsiniz, bir 2-3 saatdan sonra burada tərpənmək mümkün olmayacaq. Hamı işdə, gücdə, hamı öz işinin gücü ilə, onunla belə də görürsünüz nə qədər sıxlıq var şəhərdə. Heç kəsdən nə Rusdan qorxmur, nə də nə ateşindən, nə. Bax, indi lap bu dəqiqələrdə havadan hücum siqnalı çalınsa, özünüz şahid ola bilərsiniz ki, heç kəs nə qaçan deyil, nə gizlənən deyil. Hamı elə öz asta yerişi ilə yeriyəcək. Bax, belədir dostlar. Əsas odur ki, bu da Bogdan Xmelnitskinin heykəlidir. Yəni, əhatəliyiblər ki, belə deyək də şey olmasın, zərər dəyməsin. Müqəddəs Safiyanın həyətində ölkənin baş küknarı quraşdırılır. Yəni, həyat öz axarı ilə davam edir. Dediyim kimi də ki, necə deyərlər, insan sıxılığı da çoxdur. Hər kəs öz işi ilə, necə biz sizdən kanalda danışırıq, hər kəs öz işini görmək. Hər kəs öz işini görəndə gözəl olur. Onda heç nəyə ehtiyac olmur da. Hər kəs bilir ki, nə etməlidir. Belə dostlar. Bunu göstərəcəkdim, sizə göstərdim, sağ olun.